Ötən ay rəsmi sosial media platformalarımızda qadınları sükan arxasına dəvət edirik başlığı ilə paylaşdığımız vakansiya bu təşəbbüsün vacib təzahürlərindəndir. İşə qəbul prosesində qadın sürücülər üçün heç bir say məhdudiyyəti qoyulmamışdır. D kateqoriyalı sürücülük vəsiqəsinə sahib olan istənilən sayda qadın namizəd işə dəvət oluna bilər. Müvafiq vəzifə üzrə əmək haqqı 1460 manat məbləğində müəyyən edilmişdir. Artıq 15-dən çox xanım namizəd vakansiyaya müraciət etmişdir. Mövcud qanunvericiliyin tələblərinə əsasən namizədlərin D kateqoriyalı sürücülük vəsiqəsi olmalıdır. Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi və Bakubas MMC-nin birgə təşəbbüsü ilə namizədlər D kateqoriyalı sürücülük vəsiqəsi əldə etmək məqsədi ilə müvafiq sürücülük kursuna yönləndiriləcəkdir. Təlimi uğurla başa vuran namizədlər şirkət daxilində marşrut xəttlərində fəaliyyət göstərə biləcəklər.